Değerli dövlət qulluğuna və magistra hazırlaşanlar. Bu ilin oktyabr ayında dövlət qulluğuna qəbul imtahanında düşmüş bu qeyri-aşkar operator sualına birlikdə baxırıq. Biz belə olduqda, yəni ümumi bir ədəddən, yəni 8295-dən 2-ni almaq üçün nə edirdik? Bunları hər dəfə dediyimiz kimi ayırırdıq. Bəzən 2-nin 2-yə, bəzən ortadaşlar, kənardaşlar olaraq, bəzən də 1-in 3-ə, 2-nin 4-ə kimi ayırırdıq. Gəlin yenə ilk olaraq ortadan ayrılırıq, baxırıq. 82 və 95. Bu rəqəmlərdən necə alıram? Baxıram, rəqəmlərlə işləməyə təbii ki də. Nəyə baxıram? 8 ilə 2-nin cəmi 10 eləyir, 9 ilə 5 14 eləyir. 10 ilə 15-dən necə alaram? Qalır belə. 8 ilə 2-nin hasili 16 eləyir. Bax, bunların cəmi 14 eləmişdi axı. Düzdürmü? Onda isə belə yazıram. 8 vur 2 çıxılsın 9 plus 5. Yəni, ilk ikisinin hasilindən axırıncı ikisinin cəmini çıxırıq. Baxın, yerlərinin də işə yarayırmı? 9 vur 4-dən, yəni 36-dan çıxaram 2 plus 7-ni, yəni 9-u. 36-dan 9-un bəli 27 elədi. Gəlin ondasa, elə bunda da 2 ilə 2-nin hasili 4, 2 ilə 2-nin cəmi 4. 4-dən 4-ünü çıxsam, bəli 0 edər. Məndən soruşulanda 5 ilə 5-in hasili, yəni belə alınır. 5 vurulsun 5, çıxaq 1 plus 4. 25-dən çıxsam 5-in 20 cavabını alaram mı? Daha çox sual üçün izləmədə qalmağı unutmayın.